vaxtınız xeyir olsun əzizlərimiz. Bir dənə zəhmət olmasa videonu bəyənə, video kəşfdə düşsün. Bacardığımız qədər səhifədə takib ataq. Mən sizə yeni gələn kolleksiyaları təqdim edeyim. Rusiya istehsalıdır. Sırf adnatonlardır. Hamısı emulsiya tipli aboylardır. Bir dənə yaxından təqdim edək. Bunlar hamısı bu ilin ən çox dəbdə olan modelləridir. Yəni sadəliyin bir fərqi ondadır ki, bunlar heç vaxt dəbdən düşmür. Yəni həmişə dəbdə olan modellərdir. Həm göz yoruculuqları yoxdur. İstənilən hər bir rəngi də var. Baxın, misal üçün burada 6-7 rəngi mövcuddur. İstənilən hər bir tonu var. Həm bunlar itkiyə də az gedirlər, yəni rasxodları da azdır. Plus divar görünüşləri çox sadə və gözəldir. Bunlar xırda parça effektlərdir. Bir də nəzərinizə çatdırım ki, aboyun tərkibində parça olmur. Aboyun tərkibində 2 cür, 3 cür material olur. O da flizilindir, üzləri vinildir. Parça sadəcə bu teksturanın adıdır. Yəni bunlar teksturalar parçadır. Bu rənglər hamısı var. Özdə hamısı ən yaxşı satılan rənglərdir, dəbdə olan rənglərdir. Sonra gəldik tam emulsiya effektlərinə. Bunları da göstərim bir dənə zəhmət olmasa. Bax, gördüyünüz kimi 6-7 rəng də burada mövcuddur. Hamısı da bir-birindən gözəl, fərqli rənglərdir. Yəni əsl zövqlü müştərilərin, belə deyim də, seçimdən zövqü anlayışı olan müştərilərin ən yaxşı seçimidir bunlar. Çox indi bu dəqiqə güllü, nə bilim, şapan belə şeylər vuran yoxdur. Bax, bunlar da hamısı görürsünüz, xırda parça effektlərdir. Bunda bir 6 modeli mövcuddur. Sonra bunlar bir növ Vincens xışkaturka gedir, yəni sədəf effektidir. Ən bahalı rəngi də bu rəngdir, yəni yaşıl rəngidir, özü çox qeyri-adi yaşıllar, fərqli bir şeydir. Divar görünüşü çox möhtəşəmdir. Sonra var belə effektləri, bunda 4 rəngi mövcuddur. Sonra həmin o dediyimiz emulsiya effektləri sadə, tam adnatonu, heç nəsiz bunlardır. Bir 5-6 rəng də burada mövcuddur. Yəni bunların bir neçə növ rəngləri çoxdur, yəni istənilən olsa, inşallah ki, köməkli göstərə bilərik.